الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا حبيب قلوبنا شفيع ذنوبنا أبي القاسم محمد اللهم صل على محمد وآل محمد وعلى آله الطيبين الطاهرين المعصومين المكرمين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Aziz müminler, bugün Ramazan ayının 10'u Peygamberin zövcəsi, müminlerin anası Xədicə Kübra'nın vefat günüdür. Bugünkü məclisimizdə məhz xanım Xədicə salamullahi aleyha barəsində olacaqdır. Allah Teala Kur'an-ı Kerim'də iki növ qadından misal çəkir. Daha doğrusu iki nümunə təqdim edir bizlərə qadınlar arasında. Təhrim surəsində 10-cu, 11, 12-ci ayələrdə buyurur: Daraballahu məsələn lillezine keferu. Allah küfr edənlərə məsəl çəkir kimi İmra'atun Nuhin və İmra'atun Lut. Nuh peyğəmbərin və Lut peyğəmbərin zövcələrini. Baxmayaraq ki, bu iki xanım Allah'ın iki salih bəndəsinin həyat yoldaşlarıydı. Allah Kur'an'da buyurur ki, fəxənətəhumə. Bu iki qadın bu peyğəmbərlərə iman gətirmədilər, vəfalı olmadılar, xəyanət etdilər. Amma bunların peyğəmbər zövcəsi olmağı fələm yuğniyə anhumə minallahi şeyə. Allah yanında heç bir dəyəri yoxdur. Əgər sən Allah'a, peyğəmbərə xəyanət edərsən, Allah'ı, peyğəmbərə vəfalı olmazsan, inkar edərsən, sənin peyğəmbər zövcən olman və ya peyğəmbər övladı olman burada heç bir şey ifadə etməyəcəkdir. Və qilə dxulən nərə mə'd-daxilin. Və onlara deyiləcək ki, siz neyin? Cəhənnəmə daxil olun. Bu iki nümunə şər nümunədir. Bunun müqabilində ardınca iki xeyirli nümunəni Allah bizə təqdim edir. Buyurur: və daraballahu məsələn lillezine amanu imra'ate fir'aun. Allah iman gətirənlər üçün Fir'onun zövcəsini nümunə çəkər. Qalət Rabbi ibn li indəkə beytən fil cənnəti. Dedi, Rəbbim, cənnətdə öz yanında, öz dərgahında mənim üçün bir ev inşa et. Və nəccini minəl qavmiz zalimin. Və bu zalim qövmdən mənə xilas ver. Məni nicat elə. İkinci xanım kimdir? Və Məryəm binətə İmran. İkinci isə İmranın qızı Məryəmdir. Əlləti əhsənət fərcəha. O xanım ki, öz iffətini qoruyub saxladı. Allah verir ki, biz öz ruhumuzdan ona verdik. O Allah'ın kəlmələrini, Rəbbinin kəlmələrini, kitablarını neynədi? Təsdiqlədi. İki növ xanımdan danışılır. Nuhun zövcəsi, Lut əleyhissalamın zövcəsi, baxmayaraq ki, onlar peyğəmbər zövcələridir. Şər nümunə kimi Quran bizə təqdim elədi onları. Niyə? Çünki Allah və peyğəmbərinə xəyanət etdilər. Fir'onun zövcəsi baxmayaraq ki, bir zalimin həyat yoldaşı idi. Fir'onun qəsrində yaşayırdı, o qədər naz, neymətin içərisində yaşayırdı. Buna baxmayaraq Allah'a və Allah'ın peyğəmbəri Musa'ya iman gətirdi. Hətta Fir'on onu nə qədər təhdid etsə də imanından dönmədi. Fir'on çox zalim birisi idi. O qədər zalim idi. Ənə Rabbukumul a'la. Mən sizin ən böyük Rəbbinizəm deyə Allahlıq iddiasındaydı. Allah Fir'onun zülmündən bəhs eləyəndə Fəcr surəsi 10-cu ayədə buyurur: və Fir'avnə zil əvtəd. Vətədlər sahib olan Fir'on yerdə insanı çarmıxa çəkirdi, əlini, ayağını, əllərini, ayağını taram çəkilirdi, yerə mıxlar vurulub dartınırdı o cür, günün altında ona əziyyətlər verirdilər, dərisini soyurdular. O cür məsələn Asiyə binti Məzahimə əziyyət verdilər. Asiyə binti Məzahim nə dedi? Dedi, Rabbi ibni beytən indəkə. Rəbbim öz yanında mənim üçün bir ev inşa et. Rabbi ibni li indəkə beytən. Rəbbim öz yanında mənim üçün bir ev inşa et fil cənnəti, cənnətdə. Və nəccini minəl qavmiz zalimin. Və bu zalim qövmdən məni xilas elə. Məryəm əleyhissalam iffətin nümunəsidir ki, Allah Teala bizə Kur'an-ı Kerim'de Meryem'i de numune qeyd edir.
Qurani-Kərimdə təqribən 34 dəfə bu xanımın adı qeyd olunubdur. Məryəm binti İmranın adı 34 dəfə Qurani-Kərimdə qeyd olunubdur. Həmişə də Allah Taala mədh eləyib bu xanımı, tərifləyib bu xanımı. Nədir bu tərifin səbəbi? İffətidir, Allaha imanıdır, Allah yolunda səbridir, ilahi dəyərləri yaşamasıdır, əxlaqi dəyərləri yaşamasıdır. Yadınıza bir haşiyə çıxaraq bunu qeyd edeyim ki, Musa Peyğəmbərin əhvalatında da qeyd olunur ki, Həzrəti Musa Mədainə qaçır Misirdən, gedir bir səhnə ilə rastlaşır, görür ki, çobanlar heyvanlarını suarırlar, 2 dənə də qadın var, bunlar qalıblar kənarda, gözləyirlər ki, bu çobanlar çıxsın, sonra suarsınlar. Çobanlar bunlara imkan vermir bu 2 xanıma, əziyyət verirlər. Kömək eləyir onlara, onların heyvanını suarır. Bunlar da Şüeyb Peyğəmbərin qızlarıdır. Gedirlər atalarına, deyirlər ki, bir nəfər bizə belə dəstək durdu. Həzrəti Musa aleyhissalam deyir ki, gedin onu çağırın. Quran deyir ki, وَجَاءَتْ اِحْدَهُمَا لَاسْتِحْيَاءٍ O qızlardan biri həya ilə gəldi Musanı çağırmağa. Həya sifətinə. Ona görə də onun mehriyəsi çox böyük bir mehri oldu. Nə idi? Həzrəti Şüeyb təklif elədi. Dedi ki, bu 2 qızımdan biri ilə evlənsən, 8 ildə mənə çobanlıq edəcəksən. 8 və ya 10 il. İxtiyar sahibin də özünsən. Həzrət Musa da qəbul elədi. Bu xanımın mehriyəsi niyə bu qədər ağır, bahalı bir mehriyədir? Bax, bu kəlməni Allah bizə bir dənə bir xüsusiyyətin vəsf edir. Və cəət ehtəhuma l-istihyain O xanımlardan biri gəldi, həya ilə gəldi. Xanım Məryəm binti İmran, Məryəm əleyhissalam barəsində Allah buyurur ki, və iz qalətil mələikətü ya Məryəm Mələklər dedi, Məryəm, innallah istəfaki Allah səni seçibdir. Və tahharaki və səni pak eləyibdir. Və istəfaki alə nisəil aləmin və bütün aləmlərin qadınlarından fərqli olaraq səni bir müəyyən xüsusiyyətlərdə üstün edibdir. Beləcə görürük ki, kişi qadına, qadın da kişiyə nümunə ola bilər. Allah Teala bizə xeyirli nümunə olaraq Asiyə binti Məzahim və Məryəm binti İmranı qeyd eləyir. Ümumiyyətlə, kişi ilə qadın arasında fərq varmı? Kişi qadından üstündürmü? Qadın kişidən üstündürmü? Müasir dönəmin ən aktual mövzularından biri budur. Bugün biz müasir dünyada çağırışlar görürük ki, gender bərabərliyinə çağırışlar olur. Kişi və qadına eyni, oxşar, bərabər hüquqlu olmalıdırlar. Kişi və qadın arasında ilk öncədən bioloji və psixoloji fərqlər var. Bioloji baxımdan qadın başqa fərqli bir varlıqdır, psixoloji baxımdan başqa bir fərqli varlıqdır. Kişi öz anatomiyasında, bioloji baxımından və psixoloji baxımdan qadından tamamilə fərqlənir. İslamda qadın və kişiyə oxşar eyni hüquqlar deyil, hər birinin varlığının psixoloji və bioloji baxımdan tələblərinə uyğun olaraq ədalət, mizan prinsipi üzərində dayanmış hüquq və vəzifələr təyin olunubdur. Oxşar hüquqların verilməsi ədalət deyil. Hər kəsin varlığının tələblərini cavab verəcək hüquq və vəzifələr təyin olmalıdır ki, dinimiz buna çağırış edibdir. Bu baxımından müəyyən fərqi var kişi və qadın arasında. Amma insaniyyət baxımından dinimiz deyir ki, kişi və qadın arasında heç bir fərq yoxdur. İnsani kamilliklərə çatmaq baxımından, əxlaqi dəyərlər baxımından kişi qadına, qadın da kişiyə nümunə ola bilər. Allah Teala kişi və qadını varlıq olaraq, material olaraq eyni cür yaradıbdır. Qurani-Kərimdə Nisa surəsinin elə 1-ci ayəsində Allah Teala buyurur, Nisa surəsi qadınlar surəsidir. Quranda heç rast gəlmişsiniz, Rical surəsi, kişilər surəsi yox. Amma Qurani-Kərimdə Nisa surəti, qadınlar surəsi var. Allah 1-ci ayədə buyurur, Ya eyyuhənnəs, ittəqu rabbakumulləzi xaləqakum. Ey insanlar, sizi yaradan Rəbbinizdən qorxun, təqvalı olun. Sizi nədən yaradıb? Min nəfsin vahidə. Vahid bir nəfs. Nəfs sözü Qurani-Kərimdə bir neçə mənada işlənib. Eyni cins, eyni zatdan yaradıb sizi. Nəfs bir şeyin zatı, özü. Allah deyir, sizi bir zatdan xəlq eləyib. Və xələqə minhə zəvcəhə. Həmin zatdan da elə kişinin zövcəsini xəlq eləyib. Yəni, fərqli bir cinsdən fərq eləməyib.
Və bəsdə minhuma ricalən və kəsirən və nisa. Həmin o kişi və qadın ki, eyni cinsdən Allah bunları xəlq etdi, bunlardan çoxlu kişilər və çoxlu qadınlar yer üzərində yayıb yaratdı, yaydı. Kişi və qadının yaranışında, materiyasında fərq yoxdur. Belə deyil ki, qadın aşağı bir materiyadan xəlq olunur və yaxud da bəzi İsrailiyyət rəvayətlər, o saxta rəvayətlərdə var ki, məsələn, Həvva əleyhissalam, Adəm əleyhissalamın qabırğasının hansısa birindən xəlq olundu. Bunlar yəni doğru deyil. Bunlar Quran-ı Kərimin aşkar ayələrinə belə uyğun gəlməyən məsələlərdir. Allah deyir, sizi eyni cinsdən xəlq etdik. Kişi və qadın yaradılışda eynidirlər, insaniyyətdə eynidirlər, əxlaqi məsələlərdə, ilahi dəyərlərdə eynidirlər. Qiyamət günü də Allah-u Teala hansısa birini cinsinə görə üstün tutmayacaq. Əməllər burada əsasdır, iman burada əsasdır. Allah Quranda Nisa surəsi 124-cü ayədə buyurur: "Və men ya'malu mine's-salihati min zəkerin aw unsa." Kişi və ya qadınlardan hər kim salih əməllər, yaxşı əməllər yerinə yetirərsə, və huve mu'minun və eyni zamanda özü də mömindir, imanla bunu yerinə yetirir, məcburiyyətlə yerinə yetirmir. İmanla inanır və yaxşı əməlləri yerinə yetirir, ali dəyərləri yerinə yetirir. فَاُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةِ Onlar cənnətə daxil olacaqlar. وَلَا يُظْلَمُونَ نَقِيرًا Onlara bir zərrə də olsun zülm olunmayacaq. Kişi və qadın salih əməl edəcəklərsə, öz salih əməllərinə görə də mükafatlanacaqlar. İlahi dəyərlərdə kişi və qadının o ilahi kamilliklərə ucalmasında hansısa bir ixtilaf yoxdur, fərq yoxdur. Burada hər ikisi bərabərdir. Burada biri-birinə nümunə ola bilərlər. Həmin nümunə xanımlardan biri də İslam aləmində xanım Xədicə Kübra salamullah əleyhadır. Xədicə binti Xuveyld, Xuveyldin qızı Xədicə. Həzrəti Peyğəmbərin zövcəsi, Peyğəmbərə qadınlar içərisində ilk iman gətirən və ilk xanım ki, möminlər anası ləqəbini daşıyıbdır. Çünki Peyğəmbər zövcələri möminlər anasıdır. Peyğəmbər 25 il xanım Xədicə Kübra ilə bir yerdə həyat sürübdür, ailə həyatı sürübdür. Bu 25 ilin 15 ili Peyğəmbərlikdən öncədir, 10 ili Peyğəmbərlik dönəmidir. Yəni 10 ili ən azından möminlər anası tək bir dənə Xədicə Kübra salamullah əleyha idi. Xədicə Kübra nəsil baxımından da Qureyşdəndir və Peyğəmbərə yaxın olan bir nəsildəndir. Nəsil baxımından Qusaydə Peyğəmbərin nəsli ilə birləşir. İslam tarixindən, yəni Peyğəmbərlikdən öncəki həyatı barədə bir o qədər çox məlumat yoxdur. Sadəcə olaraq məlumatlar budur ki, Xədicə Kübra şərəfli bir qadın idi, möhtərəm bir qadın idi, ticarət sahibi idi, malı, mülkü var idi, ticarətlə məşğul olurdu. Böyük bir sərvətə malik idi. Kərvanlar göndərərdi. O vaxt əsasən müsəlman kərvanları Bizansa, Şama gələrdilər. Şama və yaxud da Yəmənə, bu yerlərə kərvanlar göndərərdi. Peyğəmbərlə evlənmə məsələsinə gəlincə, İslam tarixlərində, kitablarında, mənbələrdə bu barədə biraz fərqli fikirlər var. Həzrət Rasulullah xanım Xədicə Kübra ilə evlənərkən məşhur rəy budur ki, 25 yaşı olub Peyğəmbərin. Amma Xədicə Kübranın nə qədər yaşı olub? Bu barədə tarixçilər fərqli rəylər deyiblər. 25 yaşdan 46 yaşa qədər müxtəlif rəylər deyənlər var. Amma biz məsələn Beyhəqi ki, İslam tarixçilərindən, alimlərindəndir, mühəddislərindəndir, onun rəyini məsələn götürsək, görürük ki, məsələn onun rəyinə əsasən xanım Xədicə Kübra 50 yaşında vəfat eləyibdi və bunun 25 ilini Peyğəmbərlə yaşayıbdı. Deməli 25 yaşında Peyğəmbərlə ailə həyatı qurubdu. Xanım Xədicə Kübranın yaxşı barədə olan bəzi ixtilaflar ki var, bunlar sonradan yazılmış kitablarda və məqsədli şəkildə xanım Xədicənin yaşını artırmağa çalışıblar. Və həmçinin qeyd etmək lazım ki, ümumiyyətlə evlilikdə, xüsusilə də Peyğəmbərin evliliyində yaş bir o qədər önəm daşımayan bir məsələdir. Çünki Peyğəmbər evliliyi
ilahi dəyərlərə əsaslanırdı. Peyğəmbərin evliliyi müqəddəs bir hədəfə əsaslanırdı. Allah Qurani-Kərimdə buyurur: "Və min ayatihi xalaqa lakum min anfusikum azwajan." Rum surəsi 21-ci ayədə buyurur. Deyir, Allahın nişanələrindən biri də budur ki, sizə öz cinslərinizdən zövcələr yaradıb. Allah evliliyi Allahın nişanələrindən hesab edir. Yəni möcüzələrindən hesab edir. Allahın varlığına dəlalət edən ayələrdən, nişanələrdən hesab edir ki, Allahın deyir ayələrindən biri budur ki, öz cinsinizdən sizə zövcələr yaradıb. Litəskunu ileyha. Onlara aramlıq tapasınız onlarla, rahatlıq tapasınız onlarla. Və diqqət etsək, burada səkənə sözü verib. Demir məsələn, ləzzət alasınız, falan eləyəsiniz. Yəni, evlilik ləzzət məqsədləri ilə qurulmur. Səkən sözünü işlədib Allah burada. Sukun, rahatlıq, aramlıqdır bu. Psixoloji bir rahatlıqdır bu. Səkən sözü eyni zamanda məskən sözü ilə eynidir. Eyni köklü sözdür. Məskən insanın o yaşadığı evə, yaşadığı yerə məskən ona görə deyil ki, insan orada rahatlıq tapır. Sən evindən çıxır, gedir iş gücü dalınca, axşam gəlir o səkəninə, yaşadığı yerə, aramlığını orada tapır. Sən dincəlir, psixoloji baxımdan rahatlanır, enerji əldə eləyir, itirdiyi enerjini orada bərpa eləyə bilir. Allah deyir ki, Allahın nişanlarından biri budur ki, Allah size öz cinsindən zövcələr yaradıb. Niyə? Onlarla aramlıq tapasınız. O türklərdə bir atalar söz var, deyir ki, yuvanı dişi quş yapar. Yəni, xanım kişi üçün nə olmalıdır? Məskən olmalıdır. Aramlıq yer olmalıdır ki, kişi aramlığını onda tapmalıdır. وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً Allah sizin aranızda məvəddət və rəhmət yaradıbdır. Burada diqqət etsək, məsələn, ərəb dilində sevgini ifadə edən iki söz var. Biri məhəbbətdir, biri məvəddətdir. Məhəbbət, hub, nəzəri bir məsələdir. Yəni, psixoloji bir durumda. İnsan kimisə sevir, qəlbində, onu görəndə qəlbinin döyüntüləri artır, onun üçün darxır, şövq falan, behmə. Bunlar hamısı məsələnin nəzəri tərəfindədir. Məvəddət əməli sevgidir. Bunu əməldə göstərməkdir. Və fikir verirsiniz, Əhl-i Beytlə bağlı olan ayədə Qullə əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurbə Şura surəsi 23-cü ayədə Allah bizdən Əhl-i Beyti sevməkdə məvəddət sözünü işlətdi, məhəbbət sözünü işlətmədi. Deyir, əməli sev, əməli şəkildə bu sevgini göstərməlisən Əhl-i Beytə. Elə dildə deməklə deyil ki, mən Peyğəmbər və onun Əhl-i Beytini sevirəm, yox. Bu əməlində görsənməlidir. Eləcə də Allah xanımla bəy arasında məsələdə nə deyir? Deyir, aranızda nə yaradıb? Məvəddət və rəhmət yaradıldı. Əməli şəkildə bir-birinizə hörmət etməlisiniz. Sevginiz bir-birinizə qarşılıqlı və bu əməli şəkildə görsənməlidir. İslamda bax, evlilik bu cür ali dəyərlər üzərində qurulur ki, Peyğəmbər evliliyi də məhz bu cür ali məqsədlər üçün qurulmuşdur. İbn İshaq, İslamın ilk tarixçilərindəndir, sirə yazanlardandır ki, sonrakı tarix yazanlar İbn İshaqdan nəql edib bir çox məsələləri. İbn İshaq yazır ki, deyir ki, xanım Xədicəyə xəbər çatanda ki, Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm əmin bir insandır, etibarlı bir insandır, əxlaqlı bir insandır. Öz xidmətçisini göndərdi ki, Peyğəmbərə belə bir təklif etdi ki, müəyyən mallarını, pullarını verəcək və Peyğəmbər gedib o ilə ticarət edəcək və bu ticarət müqabilində Peyğəmbərə artıqlaması ilə muzdunu və mükafatını verəcəkdir. Həzrət Rasulullah razılaşdı və Şama ticarətə getdi. Getdi Şamda ticarətə və böyük bir qazançla geri qayıtdı. Qayıdandan sonra Xədicə Kübranın Meysərə adındakı nökəri vardı, o da Peyğəmbərlə yoldaş idi bu səfərdə. Meysərə Peyğəmbərin xüsusiyyətləri barədə Xədicə Kübraya danışdı. Onun əxlaqi dəyərləri, onda baş verən kəramətlər. Bu səfər əsnasında Peyğəmbərdə müşahidə etdiklərini danışdı. Xədicə Kübranın Peyğəmbərə məhəbbəti daha da artdı. Peyğəmbərə belə bir xəbər göndərdi ki, ey əməoğlu, sənin mənə qohumluğuna, qövmün içərisində orta bir insan olduğuna, əmanətdar olduğuna, gözəl əxlaqa sahib olduğuna və doğru danışdığına görə sənə qarşı məndə rəğbət var. Və evlilik təklif etdi. Həzrət Rasulullah xanım Xədicə Kübra ilə evləndi. Övladlarına gəlincə tarixi mənbələr qeyd edirlər ki, ümumiyyətlə Peyğəmbərin
Bir Xədicə-i Kübradan övladlar olub, bir də Mariya Qibtiyyədən bir övlad olub. Xədicə-i Kübradan 6 övlad, 2 oğlan, 4 qız. Mariya Qibtiyyədən isə Mariyadan İbrahim adında bir oğlu olub və 1 yaşında Mədinədə elə olub, Mədinədə də vəfat eləyib. Bəzi mənbələrdə deyilənə görə isə ki, xanım Xədicənin deyək ki 6 övladı olub. Bu 6 övladdan böyük oğlanlardan Qasim və Abdullah. Ona görə Həzrət Rasulullah ya Əbəl Qasim deyirik. Əbul Qasim Peyğəmbərin künyəsidir. Ərəbdə birinci övladın adı ilə ataya künyə verilərdi. Bu hörmət əlaməti idi. Məsələn, Peyğəmbəri adından çağırmırdılar. Əbul Qasim, hərfi mənabıdır ki, Qasimin atası. İkinci oğlu Abdullah'da, Abdullah'ın bir neçə adı var. Tayyib, Tahir, Tayyib ki, bu Abdullah'ın əslində ləqəbləridir. Qızlardan isə Zeynəb, Rüqəyyə, Ummul Gülsüm və Fatimə-i Zəhra salamullahi aleyhan adları qeyd olunub. Amma bir çox alimlər, xüsusilə də tədqiqatçılar deyirlər ki, Peyğəmbərin əslində yeganə qızı xanım Fatimə-i Zəhra olub salamullahi aleyha. Böyük İslam alimlərindən Seyyid Cəfər Murtəza Əs-Səhih min Sirətir Nəbiyyil Əzəm adlı bir kitabı var. Əzəmətli Peyğəmbərin sirəsində ən doğru olanlar. Böyük tədqiqatlardan, araşdırmalarla, hamısında təhlillərlə qeyd edir. O kitabında 2-ci cild 212-ci səhifədə də qeyd edir ki, Peyğəmbər salamullahi aleyhanın Xədicədən bir qız olub, o da Fatimə-i Zəhra. Bəs digər qızlar kimlərdir? Zeynəb, Ummu Kulsum, Rüqəyyə, bunlar kimlərdir? Bunlar Xədicənin Halə adında bir bacısı vardı. Bu bacısı evlənmişdi. Birinci həyat yoldaşı ölmüş, sonra təzədən ikinci ilə evlənmişdi. Bu xanımın uşaqları idi, qızları idi. O əri də öləndən sonra Xədicə Kübra bunu yanında saxlamışdı. Halə də öləndən sonra bu 3 qız Xədicə Kübranın himayəsində olmuşdu. Ərəblərdə də belə adət vardı. Yəni, məsələn, kişi getdi bir evə, orada da qız uşaqları vardısa, oradan biri ilə evləndi anaları ilə, ya xalaları ilə, onun öhdəsində olan qızlara da elə onun qızı hesab edirdilər. Bu qızlar bu cəhətdən Peyğəmbərə nisbət veriliblər. Başqa cəhətdən Peyğəmbərə qan bağlılıqları yoxdur. Ki, başqa dəlillər də var. Tabi bunu inşallah tarixçilər və ya araşdırmaq istəyənlər bu mənbələrə istinad eləyə bilərlər. Baxmayaraq ki, məşhur rəy budur ki, məşhur tarixlərdə qeyd olunan budur, amma tədqiqatçılar da xüsusilə də Seyyid Cəfər Murtazanın Səhih min Sirətin Nəbiyyil Əzəm, Peyğəmbərin sirəsindən ən doğru olanlar adlı kitabında 10 cilt təqribən kitabdır. Bu tədqiqatlar, təhlillər öz əksini orada tapıbdır. Xanım Xədicə-i Kübranın fəzilətinə gəlincə, qeyd etdiyimiz kimi xanım, qadınlar içərisində İslamı ilk iman gətirmiş xanımdır. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmlə namaz qılan ilk 2 şəxs olub. Biri Əmir əl-Müminin Əli ibn Əbi Talibdir, ikincisi isə Xədicə, xanım Xədicə-i Kübra idi salamullahi aleyha. Cabir ibn Abdullah Ənsari nəql eləyir bu hədisi. Bu hədis İbn Kəsirin Əl-Bidayə və Nihayə kitabındadır. Cabir ibn Abdullah Ənsari deyir ki, nəql olunur ki, Səmi'a Rasulallah yaqul, Peyğəmbərin belə dediyini eşitdi. Seyyidətü nisə əhlil cənnə ərba'u, cənnət qadınlarının xanımları 4 nəfərdir. Kimlərdir? Məryəm binti İmran, Fatimə binti Rasulullah və Xədicə və Asiyə. Məryəm də xanım Zəhra salamullahi aleyhadır, Xədicə-i Kübradır, bir də Asiyə binti Məzahimdir. Xədicə-i Kübranın Peyğəmbər yanında çox böyük hörməti vardı. O qədər Peyğəmbərə bağlılığı var idi ki, Həzrət Rasulullah hər zaman xanım Xədicəni xatırlayıbdı. Hətta vəfatından illər keçsə belə hər zaman daimən onu xeyirlə xatırlayıb. Peyğəmbər zövcələrinin birindən belə bir hədis nəql olunur. Əl-İstiyab kitabında İbn Əbdülbir bu rəvayətin qeyd eləyibdir. Peyğəmbər zövcələrindən biri özü nəql edir. Deyir ki, bir gün Həzrət Rasulullahın yenə xanım Xədicəni xatırladı. Və ləm yəsəm min sənaiha. Onu tərifləməkdən usanmadı. Elə başladı tərifləməyə. Mən deyir, qeyzləndim, biraz qısqandım və Peyğəmbərə belə dedim. Dedim ki, Ləqəd əvvəzəkəllahu min kəbirətissin. Allah sən o yaşlı qadından əvəzin verib sənə. Yəni, daha da cavanı ilə evlənmisən.
Deyir, sonra gördüm Rasulullahın üzündə qəzəb əlamətləri ki, Rasulullah çox qəzəbləndi. Ardınca bu sözləri dedi. Dedi, vallahi ləqəd əmənət bi iz kəfərən nas. And olsun Allah ki, insanlar küfr etdikdə o mənə iman gətirdi. Və avətni iz rafadəniyən nas. İnsanlar məni rədd etdikdə mənə sığınacaq verdi. Və saddaqatni iz kəzzəbəniyən nas. İnsanlar məni təkzib etdikdə o məni təsdiqlədi. Və ruziqtu minhu heysu haramtumu. Allah mənə ondan övlad bəxş elədi, amma siz o işdə siz qadınları məhrumsunuz. Allah sizi məhrum etdi, sizdən mənə övlad vermədi. Amma ondan mənə övlad verdi. Və xanım Xədicə Kübranın Peyğəmbər yanında dəyəri çox böyük idi. Xanım Xədicə Kübranın İslamın ilk çağlarında ən mühüm rol oynayan şəxsiyyətlərdəndir. Xədicə Kübra imanla əməli bir-birinə qarışdıran birisidir. İmkanlı birisiydi, qeyd etdiyimiz kimi tacir birisiydi. Peyğəmbərlə evləndikdən sonra bütün varını, malını, mülkünü Peyğəmbərin ixtiyarına verdi. Quran-ı Kərimdə bir ayə var. Və vəcədəkə ailən fəəğnə. Zuha surəsi 8-ci ayədə ki, Allah səni, ya Rasulallah, fəqir bulub səni zənginləşdirdi. Nə cür zənginləşdi Peyğəmbər? Bax, xanım Xədicə Kübranın vasitəsi ilə zənginləşdi. Ki, Peyğəmbərin ixtiyarına verdi bu pulların hamısını, malının hamısını və İslam ki, təzə başladı yayılmağa. İnsanlara fəqir müsəlmanlar vardı, bəzi kölə müsəlmanlar vardı ki, ağaları onlara zülm verirdilər, Bilal Həbəşi kimi zülm edirdilər, işgəncə verirdilər ki, İslamdan dönsünlər, dönmürdülər. Peyğəmbər o pullarla bir çox qulları alıb azad elədi. Fəqir müsəlmanlara xərclədi. Xüsusilə müsəlmanlar 3 il ki, Əbu Talib dərəsi deyilən bir ərazidə mühasirədə yaşadılar. Həmin dönəmdə müsəlmanların bütün xərclərini Əbu Talib və Xədicə Kübranın malları ilə ödənildi, pulları ilə ödənildi. Bütün varını, dövlətini İslam üçün sərf etdi bu xanım. Ona görə Həzrət Rasulullah buyurur ki, mə nəfə'əni məlun qat, mə nəfə'əni malu Xədicə. Xədicənin malı qədər mənə fayda verəcək bir mal olmadı. Xədicənin malı pulu qədər mənə fayda verəcək bir mal və bir pul olmadı. Xədicə Kübra bu cür, bax, əqidədə sabit qədəm olan bir xanım idi və bu sabit qədəmlikdə bütün müsəlmanlar üçün örnək idi. Peyğəmbərliyin 10-cu ilində elə Əbu Talib dərəsində o mühasirədə qaldıqları müddətdə xanım Xədicə Kübra dünyasını dəyişdi. Dünyasını dəyişəndə Peyğəmbər çox hüznə batdı, çox kədərə batdı. Ona görə də həmin ili Amul Hüzn, hüzn ilə adlandırmışdı. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm özü xanım Xədicə Kübranın qəbrinə daxil olub, öz əbası ilə xanım Xədicə Kübranı kəfənləyib, öz mübarək əlləri ilə xanımı o qəbrində, ləhdində yerləşdirmişdi. Qəbri şərifi Məkkədə Məqbərətül Mualla və ya Cənnətül Mualla deyilən Mualla qəbirstanlığındadır. Ora Bəni Haşim qəbirstanlığı da deyilir. Allah Teala sizləri, bizləri inşallah xanım Xədicə Kübranın bu dünyada qəbrinin ziyarətini və axirətdə şəfaətini nəsib eləsin inşallah. Xanım Xədicə Kübra salamullahi aleyhanın pak mütəhər ruhuna salavat zikr edək.